boşu-boşuna pulunuzu xərcləməyin. Əgər kimsə yeni biznes açıbsa və yaxud nə yeni belə deyim də kafe falan açıbsa, düşünürsə gedib bir dənə səhifə alacağam və yəni takipçisi çox olan səhifə alacağam və o səhifə ilə öz biznesimi belə deyim paylaşacağam və tez tanınacağam. O boş söhbətdir, yəni pulunuzu boşuna gedəcək həmin səhifəyə verdiyiniz pulu. Çünki bugünkü gündə sosial şəbəkə takipçisi o qədər də önəmli deyil. Yəni mən bu dəqiqə 6800 takipçim var. Amma mənim elə satışlarım olub ki, heç mən 4000-ə çatmamışdım, səhv eləməmsə. Onda satışım daha çox idi, nəinki indikindən. Yəni bugünkü gündə sən paylaşdığın video, sən necə paylaşırsan, necə danışırsan, necə videodur, neçə dənə videodur. Yəni bundan asılıdır. Bugünkü gündə 0 takipçi ilə belə sosial şəbəkə sənin videovu fərqli insanların qarşısına çıxardır. Və sən gedib takipçi olan bir səhifə alsam belə maksimum orada 6000 adam baxacaq. Amma mənim məsəl görürsə, mən başqasını tanımıram, özümü ona görə məsələ öz səhifəmdən gətirirəm. 1000 takipçim olanda ya 2000 takipçim olanda mənim baxış sayı bir aya 1 milyonu keçirdi. Yəni 1 milyona çatırdı daha doğrusu. Bəzən keçirdi. Yəni demək ki, takipçi o qədər də önəmli deyil.